Sen benim bir kızım yok da iki kızım var, sen benim oğlumsun. Bana da olsa sana bir hediye yapmışım. Bir neçə gün öncə Vətən müharibəsində Şuşanın azadlığı uğrunda canından keçən şəhid, Daxili İşlər Nazirliyinin daxili qoşunlarının kiçik çavuşu Mikayıl Mikayılzadənin yeganə övladının kiçik toy mərasimi baş tutub. Məclisdə şəhid atasının gəlininə hədiyyə təqdim etdiyi anlar sosial şəbəkələrdə hər kəsi təsirləndirib. Gəlinini öz doğma övladı kimi bağrına basan şəhid atası çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib. Mənim bir qızım yox, iki qızım var. Sən həm də mənim oğlumsan. Balaca da olsa sənə hədiyyə almışam. İstədiyin, bəyəndiyindir. Xatırladaq ki, Mikayıl Mikayılzadə 1992-ci ildə Beyləqan rayonunda anadan olub. 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəmanımız Vətən müharibəsi zamanı göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra cəsur döyüşçü və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib. Sağ ol, sen sağ ol. Belə deyim də, qaynana deyil, elə